Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Röya Ayxan həmkarı Aygün Kəzmovanın ad gününə gedib-getməyəcəyi ilə bağlı sualı cavablandırıb. Xəbər verilir ki, incə səhər verilişdə müsahibə verən sənətçi Pop Kraliçanın yanvarın 26-sında olacaq ad gününə qatılacağını bildirib. Aygün Kəzmovanın ad gününə gedəcəyəm. Özü də Xonça ilə. Əsl dostlar belə olmalıdır deyə Röya əlavə edib. O eyni zamanda Aygün Kəzmovanı qonaq dəvət edəcəyini deyib. Hər il dostlarımla yeni il keçirirəm. Bu dəfə başqa olacaq, çünki Aygün xanım da var. Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, hadisə dekabrın 6-sı səhər saatlarında Zaqatala Muxanlı avtomobil yolunda aşağı Tala kəndi ərazisində qeydə alınıb. Belə ki, Ramiz Ramizov qeydiyyatda adsüar şərtidir. İdarə etdiyi VAZ 21099 markalı avtomobillə yol keçən piyada 1968-ci il təvəllüdlü Gözəl İsmailovanı vurub. Qeydiyyatda adsüar şərtidir. Piyada aldığı xəsarətlərdən ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.